yarım qalan sevgi hekayəsindən isə danışacağım. Bakını işğaldan azad edən Nuru Paşa Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyyəyə elçi düşür. Amma Hacı bu izdivaca qarşı olur. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 1918-ci il 15 sentyabr tarixində Bakını erməni bolşeviklərinin işğalından xilas edir. Hacı Zeynalabdin Tağıyev Bakını işğaldan azad edən Nuru Paşanı öz evində qonaq qəbul edir. Həmin vaxtda onun şərəfinə ziyafət verir. Nuru Paşa ziyafətdə Hacı Zeynalabdin Tağıyevin Sona xanımdan olan sonuncu qızı Sürəyyəyə aşiq olur. O, Sürəyyə xanımı sarı rəngli geyimdə görüb aşiq olub. Daha sonra Sürəyyəyə elçi düşür. Amma Hacı Zeynalabdin Tağıyev bu izdivaca qarşı olur. Qürbətə, Bakıdan kənara qız vermərəm. Övladlarım gözümün önündə olsun deyir. Nuru Paşa evlənib Bakıda yaşayacağını desə də Hacı yenə də razılaşmır. Tağıyev qızı Sürəyyəni Əsəd bəy Abdullayev adında mühəndislə evləndirir. Nuru Paşa bu hadisədən sonra uzun müddət ailə həyatı qurmur. Ölümündən 3 il əvvəl 1946-cı ildə Misir saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanımla ailə həyatı qurur. Onların övladı olmur.